Hər kəsi salamlayırıq. Bugün Moskviç almışıq. Cəmi 1500 manata. Moskviç haqqında məlumatı bizə satış menecerimiz Murad bəy daha yaxşı verər. Çünki onu bizə elə özü satıb. Murad bəy, Moskviç haqqında zəhmət olmasa məlumat verərsiniz. 77-ci ildir, rəng korridoru. Maksimum oldu ya, maşının qabağında çəkəydən. Mosumuzu başlayırıq proyektə. 77-nin də birinci buraxılışdır. Bütün detalları üzərindədir. Bunun həvəskarları bilirlər ki, bu nikellər, bu nikellər, sonra ştin nikelləri, bunlar çox tapılan bir şeylər deyil. Bu nikellər hələm-hələm ələ düşmür. İnşallah ki, böyük bir proyekt olacaq. Əsas odur ki, Kuzada heç bir zədə yoxdur. Sadəcə biraz kosmetik işləri var. 1.5 mühərrikdir. Burada aptečkasına kimi var ha? Aptečkasına kimi. Zavod aptečkası da üstündədir. Kolonka zavodskoydu yoxsa? Yox. Kolonka zavodskoy deyil. Qapıları açılmır bəzən. Yəni 1500 manat almışıq da. Əsas odur gedir. Özüm şəxsən Sumqayıtdan 80-90 sürüb gəlmişəm. Heç nə də birazdan bunu bir dənə yuyaq, sonra aparacağıq ustanın yanına baxaq. Usta nə deyir? Mosunu aparıq yumağa, 50 qəpik moykaya. Tehran dəmiri çək, Tehran. Sonra gəl otur arxaya. Qapı açılmır. Onu açacaq. Qoca deyə bu. Qocanın ruçnoyu yoxdur. Qocanın ruçnoyu yoxdur hələ. O qapının kodu var, özüm bağlayacağam. Bu qocadır qardaş. Onluq deyil, bir dənə də. Arada xotdanmı düzələcək? Bu normaldır da, bunun da indi ağsaqqalın yaşı var. Polnu, Bunda ağsaqqal. koddur deməli. Axıra kimi getməlidir, sonra təzədən qayıtmalı, yoxsa xotdanmı? Yarılıb da indi. Aha. Aha. Bir dənə də. Təzədən bir dənə də. Hadırlar silə. Ya niyə ki? Təzə də atın qapı, hara olur? Yəni bırak Təzə də təzə. elə belədir. Təzə bırak. Aha, şey. Peki itələsinlər. Ya, xodlamayacaq. Bir dənə. Aha, götürəcək. Dünən 10 dəqiqəyə xodlamışam bunu mən. Bir dəfə xotlayana kimi nə? Təzə starter qulluğu yoxsa boşlayacaq bizi. Peki şey eləyək. Motor soyuq. Ya, ehtiyac yoxdur, ehtiyac yoxdur. Starter danışdı ya, starter deyindi. Bir dənə də. Qardaş, incə davran, xahiş edirəm. Bax, gəldin. Gözlə. Bu qızım ağlıyor bu. Bu qızım ağlıyor. Hə, onu çıxartma, çıxır. Bu Porsche ilə bağlı Moskviçin bir dənə Məlumatı var. məlumatını verək. Ralli yarışında Porsche-ni üstələyib, düzdür, birinci olmayıb amma Porsche-ni üstələyib. Porsche-ni üstələyib amma birinci olmayıb. İnşallah ki biz elə eləyəcəyik ki bu Porsche-ni üstələyəcək. Yanmayan gedəndə hamı buna baxacaq, Porsche-yə yox. 100%. Yəni biraz bir dənə papıtq elə görək başımıza nə iş gəlir. Məncə faz yol verər, vermədi, ev yox. Özümüzü çıxardaq da bu pəncərədən. Şö. Gedir ha. 100%. Getməlidir də, 1.5-dir. Qabaqdan qırıq eləyir. Burada bir də mikrofon bura qoyub belə eləmək olar əslində. Bunlar retro, öz özünkü. üstü. Biraz daş kimi amma bunun lifti var ha, bir 3 quruq zaten. Ehtiyatla. Davay qardaş, Mustafa düş sən də kömələ rulu döndərək. O, qəşəng. Ellənir ha. Hamı qorxur, heç kim yaxın dayanmır. Hamı qorxur. Sağ ol qardaş. Birbaşa moykaya. Hə, 2 yoxdur. 2 yoxdur, 3 hə, 2 yoxdur. Gedə 2 yoxdur. Hara girək? Elə Elə yox tərəf. 100. 2 niyə yox ki bunda? Gedə yoxdur da indi. Bu elə Bəlkə də var biz keçirdə bilmirik ki, öyrənci də. Sizə bir dənə nüans göstərəcəm. Yox, düşün yerdə göstərəcəm sizə. Bu qapı kodlandır. Bunu belə bağlasan bağlanmayacaq. Bunun biraz kodu var. Yox, indi burada Qardaş, bağlanmır. Bunun biraz biraz qaldırdın, getdin. Ən əsası. Aha. Yəni qardaş buna ehtiyac yoxdur. Bu onsuz da işləmir. Bir mənalı şəkildə bunun işin qaydası budur. Murad, sən elə danışsan, amma bunu da göstərək də. Bax qardaş. İndi ora bax. Yox, içərisinə çox fikir verin, başqa şey göstərim. İçərisini başım bırak. Bağlanmasın, bax. Bir barmaq uzaqdan götür. Bax. Təbii ki, Mustafa xahiş edirəm məni çək. Təbii ki, bunların hamısı aradan qalxacaq. Qocanı biraz dirildib cavanlaşdıracağıq. Biraz yox, xeyli dirildib cavanlaşdıracağıq. Və ikinci belə bir mos olmayacaq.
Budur yoxsa o birisidir? Budur da. Köpüydü o. Basın Hə, bas köpü. bir dənə köpüyə. Geçti. Yaşar. Tək Fərhadı, xahiş edirəm, üstü köpüklü. Hansı köpük? Fərhad bəyin köpü ilə imtahanı. Qurulamağa ehtiyac yoxdur, özü qurulanacaq. Ya da salon Bir də qabağında qurulacaq. şüşələri silmək lazımdır elə. Ustanın yanına aparaq. 100% getdik. Gedir ustanın yanına. Kimin yanına gedirik? Ustanın yanına, ustanın yanına. Ustanın yanına gedirik. Ustanın yanına görə nə deyir? Şabarod var, maşında abarod var. Maşında abarod var. Yenə də eyni tema ilə ayış minnət yol istəyir. Solu bıraxsaq keçərlər. Ara keçirik. Qırmızıdan sonra sürmək olar. Datçiklər işləyir. Bonusu. Bu motorun yağın. Yo, Yox, yo. bu motorun yağının datçiki. Bu yağın da çıxır. Motorun yağı. Bəli, bu temperaturdur. Datçiklərdir motorun yağı. Dostuna. Ay, Çanqanlarda datçiklərdir 2020. Hə, bu 77-də bu sözünü deyib də. Benzin o da ki, aşağıdakı heç mən də bilmirəm. Bilən varsa deyər. Nədirsə? 4 skorusdur. 5-in yerində zadmır. Radara düşdü. İşləyər də yəqin ki. İnşallah işləyir ha. Yəqin ki, yoldaşı radarları da hesab eləmişdin də gələndə. Hə. Sonra çıxacaq, qoxusu sonra çıxacaq. Biz orada saxlamaq üçün, Yonanca qabaqdan dönürdük axı. Biz orada saxlamaq üçün buradan uje cəhd eləyirik torumuzu basaq ki, gedib orada dayanaq. Təbii ki, bunlar hamısı düzələcək. O keçidə bildim ki, o deyirəm. Ya. Biraz şö. Temanı tutmusan. Bu işin qaydası budur. Bu maşında hiç yoxdur. 3 skorusdur. 1, 3, 4. Avtomobil biraz. Görürsən bir dəfəyə dönəcək. Sanqam Mosiya böyük hörmətimiz var deyə bunu biz Çiyan servisində işlərini gördürəcəyik. Yox, dedi o maşın çıxan yerdən, Ecomobil çıxan yerdən. Qardaş, nə gərək var gedib 22.000 verib Ecomobil alırsınız? Verin 1500, üstünə də bir 7-8 min qoyun, işlədim də. Biraz stoplar solu, pavorotnik görünmür. Ona görə qardaş adresə yanaşdı bizi. İndidən aç bir də bizi yorma, qardaş. Ağsaqqal budur. Yolda böyüyündür. Ona görə birinci biz keçməliyik, qardaş. Üzürürsən. Yoxdur. Yoxdur, hə? Aha, keçdi qəşəng. Deməli, aşağı sürətdə keçir də. Aşağı sürətlə keçir. Aşağı sürətdə keçir. Və sürət 20-yə qədər olsa keçir. Göz də qalındır ya, yəni məncə birdir. Yamaların heç birini hiss eləmirsiniz təbii ki. Çünki çox yumşaq yerdəsiz. Sizin bu boyda matalka var, altında da bu boyda purja. Pneumatik sistemdir də. Pneumatikdir, bəli. Yığırlar. Elə bir fura da gedirsən, fıs. 1200 manata pneumo yığırlar buna. Duraq da, duracaq da. Yavaş. Gəl burada. Burada işlər var. Buradan bir dəfəyə dönən oğlan atom parçalayar. Buradan bir dəfəyə dönən oğlan parçaladı, qəşəng. Burada biraz ince şeyler, straşlı bir şeydir. Salam aleyküm, yorulmayasınız, işiniz irəli. Usta necəsən, nə var, nə yox? Salam aleyküm, necəsiniz? Usta, bir proyektimiz var, bunu yığmaqla bağlı. Video görüntü eləyirik, problem yoxdur. Biz də sizi tutub gəlirik də burada, bizim dəyərli Ruslan ustamız. Başqa kimimiz var ya sizdən başqa? Bir dənə belə professional gözü ilə nə düşünürsünüz bu maşın haqqında? Rahat şəkildə. Hardan başlayaq deyəndə ki, bu sökülməlidir. Təmiz lüt sökülməlidir. Ondan sonra da uje sıfırdan altından başlamaq lazımdır. Altı, üstü, dəmirçisi, malyarı, nə bilim. Bunu da işlənməlidir. Hər yerində. Evet. Şimdi maşınımız all over kateqoriyasındadır. Təmiz lütlənəcək maşın. Yəni Salona kimi, yəni hər şey. Bunlar o şeydə, bunları kromları bərpa edib qaytarmaq olar. dediyim yerdə orada eləmək olar. Hə. Bütün kromları. Krom nəyin var sökürsən, aparırsan orada Bunlar danışır. yəni ki, krom kateqoriyasına daxil deyildir. Özününküdür. Özününküdür. Yox, xromdur qardaş. Kromdur. Bunlar hamısını yeniləmək Bunlar olar. səliqə ilə çıxarda biləcəyik. İnşallah ki, çıxar. Deməli, mənə bir dənə yer dedilər, Mərdəkanda şiti çıxardırsan, verirsən. Öz plasması kimi vakuumda salır, üzdür, qaytarır özünə. Olar. Məsələn, qulağına dəymir belə Olar. bir şey. Olar. Vay indi o qədər işlər görənlər var ki, qardaş. Onlar da özünün ya, bunlar tapılmır ha. İndi biz Moskvit zadda bizə nə bilim nə. Bunun modeli zadı mən valla. Motor da çıxacaq. Hamısı Hər çıxmalıdır. şey, hər şey. Yəni normal iş istəyirsənsə bu təmiz hamısı sökülməlidir. Noldan hamısı təzədən bərpa olub yığılmalıdır. Altında çürüyü yoxdur, Dəmir. özüm şəxsən baxmışam. Bax burada mən görürəm qardaş. Baba bu lonjeron bu ayağında bax, rulavoy kolonkanın altında. Parmaq boyda. Yox, o formadır. Bax oradan bax belə bax görsən cırılıb. Buna bax, o buradan burayacan cırıqdır. O aşağıda ola bilsin. O rulavoyza çıxandan sonra görsən necə. Ola yağ damcısı. İndi bu dəqiqə sizin görmək olmur.
Remenlə bu işləyirsə halal. O şimdi maşın təmiz lütlənməlidir. Hə qardaşım, bir sözlə lütlənməli. Səncə neçə gün demirəm ay çəkər? Valla mən bu iş məndə çox olduğuna görə mən biraz elə söhbətlərə biraz gün zad deyə bilmirəm. Gün yox. Ay, indi o baxır belə deyim də. Həm sizin maddiyyata, həm də bunu kim işləyəcək, necə işləyəcək ona. Yox, sən işləyəcəksən. Sən işləyəcəksənsə sənin söhbət, işivə söhbət yoxdur. İnşallah ki, yəqin ki tez olar. Yəni İnşallah. məsuliyyətlə yanaşsaq, hərə üstünə düşəni görsə, Sözsüz ki, elə də olacaq. Başqa variant ola bilməz. Hı. Biz sizə nə vaxt incitmişik ya? yox, mən o barədə bir söz demirəm, Allah eləməsin. Bunun yaxşı motoruna kim baxacaq biz üçün? Var Bizə məsələn. slesor zad lazımdır. Yox, belə eləyə biləcəyik də qardaş. O qıraqdadır da hər şey var, bura. Yəni ondan sən narahat olma. Qıraqda hardasa indi çatdıraq, gərək evakuatora qoyaq, sonra gətirək. Ada. Ha belə. Olsun. Motordur. Mənə burada yəni bunun zapçaslarının zadı bir şey nəzərdə saxlayın ki, burada heç nə qalmasın. Nə söküləcəksə Ha, sözsüz. bunu aparmaq Qalmasın. lazımdır. Çünki bu antikvar şeydir. Bunun bir dənə balaca bir şey itdi sonra gəlmir. Hə, elə. Va belə. Yəni indi bir də ölünü dirildmək olmur da, narahatçılıq yoxdur. Düzələcək maşındır da, indi orası, burası indi çürüyür, nə olsa hamısı aradan qalxacaq. Usta biz yəni nədən başlayaq? Hamısını mı birdən eləyək, yoxsa yavaş-yavaş eləyək? Məsəl üçün birinci bəlkə malyarını, Əsas təmizçi malyar. ən birincisi qardaş sökülməlidir. Bunu sökməliyik. Töv sökülməlidir. Motoru, bütün salonu, şiti, hamısı da sökülməlidir ki, ondan sonra miş özü göstərir biz hardan başlamalıyıq, harda da qurtarmalıyıq. Yəni onun Maddiyyatı da elə bir şey deyərsən ki, artıq qorxmayan da. Yox, narahat olmayın. Narahat olma. Heç nə, heç nə. Biz onda inşallah bir iki gün əzada gətirib bunu qoyaq da yavaş-yavaş İnşallah başlayaq. Aa, tapdım axır ki. Axır ki bunu tapdım mən. Arxanındır. Axır ki bunu tapdım. Yo, bu da çıxarıb qoyublar bura. Başqa nə var burada? Nədir? Bu bilmirik nədir. Qafın zamanı. O yəqin də nəsə lazım o şey oxşuyur. O birisini də tapdım, qulpu yoxdur. Bu nədir? Hə, bu H4 lamıç gəlir. Bugünlük bu qədər. Mosunun növbəti videoları gələcək mütləq şəkildə. Mosunla fikirləşirik, Kubaya səyahət eləyək dağlara. Yəqin ki, sabahda bir gündə rulavoyunu birinci növbədə düzəltdirəcəyik. Birinci texniki problemlərini aradan qaldırdıqdan sonra kosmetikaya keçəcəyik. Bölüm 1 yekunlaşdı. Mütləq şəkildə bölüm 2, 3, 4, 5 davam edəcək. Əgər istəyirsinizsə, likelayın və ən vacibi aşağıda qeyd edin ki, bu avtomobildə nələri dəyişdirə bilərik, nə yığdıra bilərik bu avtomobildə, onları qeyd edin, fikirləriniz önəmlidir. Görüşənə də çox sağ olun, sevgili.